Ben Nişanla girdik kafeye. Nişan özünə kofe istəyir. Görək mən nə götürürəm. Belə şeylər yiyən deyiləm. Belə baxıram. Burada da şirnitler. Кстати, тут уже можно торт заказывать. Да. Herkese salam. Necəsiniz bu arada? Kızımla gedirik indi hal-hazırda Balbrisə. Son zəng üçün özünə bəzi paltarlar satış elədi. Onları primerka edəcək. Görək necə alınır. Necə geyinir. Gedəndə necə durur. Hansını seçsək, hansını götürür. Bakın kızım mənə nə satış elədi. Kofe və kurumçi ət, cücə əti. Birazdan qalxırıq. Yer. Gedək Balbrisə. Diyetlə maraqlanan qızlar, yəni belə şeylər yesəm belə, bilirəm ki, sonra nə etmək lazımdır ki, yəni diyetına mane olmasın, arıqlamağından mane olmasın. Bu haqda məlumatlar daha çox paylaşacağım. Takipdə qalın. Hələ ki, bunu deyim ki, qəti şəkildə unlu bir şey yəndə, tort olsun, şirin şey olsun, bişmiş pirajki, çörək fərqi yoxdur. Qəti şəkildə onunla beraber su içmək olmaz. İçsəniz belə qaynadılmış, qaynar su içə bilərsiniz. Oturduğumuz yer, dünən çəkib paylaşdığım məktəblə üzbəüz. Yəni, arxa fondakı məktəbdir. Çox yaxındayım. Bir də bunu deyim ki, bu lüstrlardan çox xoşuma gəlir. Kuxmaya belə bir şey istəyirəm. 4 yer saxlatmışam lampışqa üçün. Düzü hələ şıxlarımız tam çəkilmədiyinə görə lüstrlarımız açılmayıbdır. Bir də bolla pedalıq hələ tam vurulmuşdur. Ona görə hələ gözləyirəm. Balbrisdə belə bir şeylərə, oxşar bir şeylər qoydurmuşam. Korzinə yığmışam. Çox sevdiyim qədəşli şokolad, isti şokolad. Amma bu çox istidir. Nə qədər qarışdırsam da soymaq bilmir. Dəhşət dərəcədə istidir. Balbrisə çatdıq. Giririk. Onu biləm ki, başım çıxıb gedəcək. Çünki aynı şans zakazları çoxdur. Görək hansında qərar qalır, hansına qərar verir. Hansını geyinir axırda götürür. Bu qədər paltar zakaz olunub. 3 dənə ət var. Görək hansını bəyənir, hansını seçir.